Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunan idarə, müəssisə və təşkilatlar arasında keçirilən mini futbol üzrə Sumqayıt şəhəri kuboku uğrunda yarış başa çatıb. Turnir Sumqayıt şəhəri icra hakimiyyətinin dəstəyi ilə Abşeron Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt şəhər bələdiyyəsi, Sumqayıt Futbol Klubu və Şimal Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Final oyununda Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt təhsilinin əməkdaşları ilə Sumqayıt Futbol Klubunun əməkdaşları üz-üzə gəlib. Gərgin keçən mübarizə sonunda Sumqayıt Futbol Klubunun əməkdaşları qalib gəlib. Final qarşılaşmasından sonra Sumqayıt şəhərində yerləşən stadionda təntənəli mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında ümummilli lider Heydər Əliyevin gənclərə olan böyük inamından, idmana və gənclərin inkişafına göstərdiyi diqqətdən geniş bəhs edib. O bildirib ki, bu cür tədbirlər ulu öndərin ideyalarının davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edərək qeyd edib ki, idman yalnız fiziki sağlamlıq deyil, həm də sosial birlik, dostluq və həmrəylik deməkdir. Sumqayıt şəhər bələdiyyəsinin sədri Adil Xudadatov diqqətə çatdırıb ki, idman tədbirləri cəmiyyətin sağlam inkişafında, xüsusən də gənclərin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. İştirakçılara fəxri fərmanlar, kubok və medallar təqdim olunub. Qeyd edək ki, yarışda birinci yeri Sumqayıt Futbol Klubunun əməkdaşları, ikinci yeri Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, üçüncü yeri Azərişıq Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tutub. Tədbirin sonunda iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdiriblər. Təşkilatçılar bildiriblər ki, bu cür yarışlar mütəmadi olaraq keçiriləcək və gənclərin müxtəlif idman tədbirlərində daha geniş şəkildə iştirakı üçün imkanlar yaradılacaq. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.